Salam əziz şagirdlər. Bugünkü mövzumuz 2-ci sinif üzrə ümumiləşdirici tapşırıqlardır. Hazırsınızsa gəlin başlayaq. Dərsdə öyrənəcəyik. 2-ci sinif üzrə ümumiləşdirici tapşırıqlar. 2-ci sinif üzrə ümumiləşdirici tapşırıqlar. Ağ qoyunların ayaqlarının sayı 32, qara qoyunların ayaqlarının sayı isə 28-dir. Çobanın cəmi neçə qoyunu var? Uşaqlar, biz bilirik ki, bir qoyunda 4 ayaq var. Əgər bir qoyunun 4 ayağı varsa, 32 ayaq neçə qoyunun olar? Bunu tapmaq üçün 32-ni 4-ə bölərik. Bərabərdir 8. Deməli, çobanın 8 ağ qoyunu var. Qara qoyunların ayaqlarının sayısı 28-dir. 28-i 4-ə bölərik. Çünki bir qoyunun 4 ayağı var. 28 ayağı 4 ayağa bölsək, taparıq ki, neçə qara qoyun var. 28 də 4-ə bölsək, olar 7. 7 qara qoyun. Uşaqlar, deməli biz tapdıq ki, ağ qoyunların sayı 8, qara qoyunların sayı isə 7-dir. Çobanın cəmi neçə qoyunu var? Necə taparıq? 8 ilə 7-ni toplayarıq. 8 üstə gəl 7 bərabərdir 15 qoyun. Deməli, çobanın cəmi 15 qoyunu var. Çobanın qoyunlarının sayı keçilərinin sayından 18 ədəd azdır. Keçilərin sayını tapın. Uşaqlar, burada deyir ki, qoyunun sayı azdır. Qoyunun sayı keçidən 18 ədəd azdırsa, bu deməkdir ki, keçilərin sayı da qoyunların sayından 18 ədəd çoxdur. Yəni 15 üstə gəl 18 bərabərdir 33 keçi. Qazanda 6 litr, bidonda isə bundan 3 dəfə çox süd var idi. Bidon və qazanda cəmi neçə litr süd var idi? Uşaqlar, deməli qazanda 6 litr süd var. Bidonda isə bundan, yəni 6 litrdən 3 dəfə çox. 3 dəfə çox deyirsə, nə edərik? Bəli, 3-ə vurarıq. Yəni 3 dəfə 6 bərabərdir 18 litr. Deməli biz tapdıq ki, bidonda 18 litr süd var. Bidon və qazanda cəmi neçə litr süd var? Qazanda 6, bidonda 18 litrdir. Toplayarıq. 6 litr üstə gəl 18 litr bərabərdir 24 litr. Sağıcı südü birinin tutumu 3 litr olan balonlara boşaltdı. Neçə balon lazım oldu? Uşaqlar, 24 litr süddür. Biz tutumu 3 litr olan balonlara 24 litr südü boşaltsaq, nə qədər balon lazım olar? Bunu tapmaq üçün 24-ü 3-ə bölərik. 24 böl 3 bərabərdir 8 balon. Deməli, cavab 8 balon lazım oldu. Yeni parkda 3 yol saldılar. Birinci yolun uzunluğu 30 metr idi. Bu yol ikincidən 12 metr qısa idi. İkinci yol isə üçüncüdən 80 desimetr uzun idi. Üçüncü yolun uzunluğu neçə metr idi? Uşaqlar, 3 yoldur. Birinci yolun uzunluğu məlumdur, 30 metrdir. Bu yol, yəni birinci yol, ikincidən 12 metr qısadır. Deməli, 30 metr ikincidən 12 metr qısadır. Bu da o deməkdir ki, ikinci yolun uzunluğu 30 metrdən 12 metr uzun olacaq. Yəni, ikinci yolun uzunluğunu tapmaq üçün 30 metrin üzərinə gələrik 12 metr. Bərabərdir 42 metr. Bu, ikinci yolun uzunluğudur. İkinci yol üçüncüdən 80 desimetr uzun idi. Uşaqlar, biz bilirik ki, 1 desimetr bərabərdir 10 santimetrdir. 80 desimetrdə bərabərdir 800 santimetr olar. Və biz bilirik ki, uşaqlar, 1 metr 100 santimetrdir. Əgər 1 metr 100 santimetrdirsə, onda 800 santimetrdə 8 metr olar. İndi qayıdaq məsələyə. İkinci yol üçüncüdən 80 desimetr, yəni 8 metr uzun idi. İkinci yol üçüncüdən 8 metr uzun idi. Üçüncü yolu necə taparıq? Əgər ikinci uzundursa, deməli üçüncü yol ikincidən qısadır. Yəni 42-dən ikinci yolun uzunluğundan çıxarıq 8 metri.
bərabərdir 34 metr. Deməli, üçüncü yolun uzunluğu 34 metr olar. Tərəzinin gözləri bərabərləşib. Mavi, yaşıl və qırmızı qutuların hər birinin kütləsini tapın. Uşaqlar, gəlin əvvəlcə birinci tərəziyə baxaq. Tərəzinin sol gözündə 2 mavi qutu var, sağ gözündə isə 3 dənə 5 qramlıq, bir dənə də 3 qramlıq qutu var. Gəlin sağ gözünü əvvəlcə hesablayaq. 3 dənə 5 qramlıq qutunu tapmaq üçün 3-ü 5-ə vurarıq. 3 dəfə 5 bərabərdir 15 qram. 15 qramın da üstünə gələrik 3 qramı. Bərabərdir 18 qram. Deməli, tərəzinin sağ gözü 18 qramdır. Sol gözündə isə 2 mavi qutu var. Uşaqlar, 2 mavi qutu 18 qramdırsa, bir mavi qutunu tapmaq üçün nə edərik? 18-i 2-yə bölərik. 18 böl 2 bərabərdir 9 qram. Deməli, bir mavi qutu 9 qramdır. Növbəti tərəziyə baxaq. Tərəzinin sağ gözündə 5 dənə 5 qramlıq qutu var. Gəlin 5-i 5-ə vuraq. Sağ gözü neçə qramdır tapaq. 5 dəfə 5 bərabərdir 25. Deməli, 25 qramdır sağ tərəf. İndi sol gözünə baxaq. Bir mavi qutu var, bir yaşıl. Biz mavi qutunu artıq tapmışıq. Bilirik ki, mavi qutu 9 qramdır. Biz 25 qramdan bu mavi qutunu çıxsaq, yaşıl qutunun neçə qram olduğunu tapa bilərik. 25 çıx 9 bərabərdir 16 qram. Deməli, yaşıl qutunun kütləsi 16 qramdır. Və sonuncu tərəziyə baxaq. Tərəzinin sağ gözündə 3 dənə 10 qramlıq sarı qutu var. Yəni 3 dəfə 10 bərabərdir 30 qram. Deməli, sağ gözü oldu 30 qram. Yaşıl qutunu artıq bilirik ki, 16 qramdır. Biz 30 qramdan yaşıl qutunun kütləsinə çıxsaq, 2 qırmızı qutu nə qədərdir onu taparıq. 30-dan, 30 qramdan çıxaq yaşıl qutunun kütləsini, yəni 16 qramı. Bərabərdir 14 qram. Bu 14 qram 2 qırmızı qutunun kütləsidir. Yəni ikisi birlikdə 14 qramdır. Onda bir qırmızı qutu neçə qram olar? Necə taparıq? 14-ü 2-yə bölərik. Bərabərdir 7 qram. Deməli, bir qırmızı qutunun da kütləsi 7 qram olar. Fiqurları uyğun qutulara yığmaq lazımdır. Gəlin qutulara baxaq. Birinci qutuya 8 təpəsi olan fiqurları, ikinci qutuya 5 təpəsi olan fiqurları, üçüncü qutuya isə təpəsi olmayan fiqurları yığmalıyıq. Birinci fiqura baxaq. Birinci fiqur hansı fiqurdur? Kuboiddir və biz bilirik ki, kuboidin 8 təpəsi var. Deməli, kuboid birinci qutuya aiddir. İkinci fiqura baxaq. Oturacağı dördbucaqlı olan piramidadır və bu piramidanın 5 təpəsi var. Deməli, ikinci qutuya aiddir. Silindir. Silindirin təpəsi yoxdur. Deməli, üçüncü qutuya aiddir. Kub. Kubun da kuboidlə təpə, üz, tir sayı bərabər olduğuna görə kub da birinci qutuya gedəcək. Yəni, onun 8 təpəsi var. Kürənin təpəsi yoxdur. Kuboidin 8 təpəsi var. Kürənin təpəsi yoxdur. Oturacağı dördbucaqlı olan piramida 5 təpəsi var. Silindirin təpəsi yoxdur. Kubun 8 təpəsi var. Oturacağı dördbucaqlı olan başqa bir piramidadır. Bunun da 5 təpəsi var. Kuboidin 8 təpəsi, kubun 8 təpəsi var. Hər qutuda hansı fiqurdan neçə dənə olacaq? Uşaqlar, deməli, birinci qutuda 1, 2, 3. 3 dənə kuboid, 3 dənə də kub olacaq. İkinci qutuda 3 dənə oturacağı dördbucaqlı olan piramida, üçüncü qutuda isə 2 silindir, 2 kürə olacaq. Birinci qutudakı fiqurlar ikinci qutudakilardan neçə dəfə çox olacaq? Uşaqlar, birinci qutuda 6 fiqur var. İkinci qutuda isə 3 fiqur var. 6 3-dən neçə dəfə çoxdur? Bunu tapmaq üçün 6-nı 3-ə bölərik. 6 böl 3 bərabərdir 2. Deməli, 2 dəfə çox olacaq. Verilən ədədləri Venn diaqramının hansı hissələrinə yerləşdirmək olar? Uşaqlar, gəlin əvvəlcə Venn diaqramına baxaq. Sol tərəfdə cüt ədədlər,
Sağ tərəfdə 50-dən böyük ədədlər, ortada isə hər ikisinə aid olan xüsusiyyət olmalıdır. 50-dən böyük cüt ədədlər. Və bizə ədədlər verilib. Gəlin baxaq. 16 cüt ədəddir. 50-dən böyük cüt ədəddir, yoxsa 50-dən böyük ədəd. Hansına yazarıq? Uşaqlar, biz bilirik ki, sonu 0, 2, 4, 6, 8 ilə bitən bütün ədədlər cüt ədədlərdir. 16 cütdür. 50-dən böyük cüt ədəd deyil. Yəni 50-dən kiçik olduğuna görə 16-nı yazırıq cüt ədədlər olan hissəyə. 46-ya baxaq. 46 cüt ədəddir və 50-dən böyük deyil. Deməli, onu da birinci hissəyə yazırıq. 34 cüt ədəddir, 50-dən böyük deyil. 8 cüt ədəddir, 50-dən böyük deyil. 50-dən böyük cüt ədəddir. 75 50-dən böyük ədəddir, amma cüt deyil. Ona görə bu hissəyə yazırıq. 80 həm 50-dən böyükdür, həm də cüt ədəddir. Ona görə ortaya yazırıq. 81 50-dən böyükdür, amma cüt deyil. 87 50-dən böyükdür, amma cüt deyil. Yəni 50-dən böyük ədədlərə yazırıq. 94 50-dən böyükdür, həm də cüt ədəddir. Ona görə ortaya yazırıq. Kəndli buğdasını öz kəndlərində 56 manata sata bilər. Ancaq o buğdanı şəhərə aparıb 92 manata satdı. Kəndli yola 12 manat xərclədi. O buğdasını şəhərə aparıb satmaqla əlavə neçə manat qazandı? Uşaqlar, deməli o buğdanı öz kəndlərində satsaydı 56 manata satırdı. Amma şəhərə aparıb 92 manata satdı. 92 manatdan 56 manatı çıxarıq, fərqi taparıq. 36 manat. Amma kəndli yola da 12 manat xərcləyib. Bu 36 manatdan yol pulunu da, yəni 12 manat da çıxsaq, nə qədər qazanc əldə elədiyini tapa bilərik. 36 manat çıx 12 manat. Bərabərdir 24 manat. Deməli, kəndli buğdasını şəhərə aparıb satmaqla əlavə 24 manat qazandı. Baba hər birinin qiyməti 8 manat olan 5 toyuq aldı. Toyuqlara ödənilən pula birinin qiyməti 4 manat olan neçə cücə alma olar? Uşaqlar, deməli, hər birinin qiyməti 8 manat olan 5 toyuq alıb. Bir toyuq 8 manatdırsa, 5 toyuğun qiyməti nə qədər olar? Necə taparıq? 5 dəfə 8. Bərabərdir 40 manat. Deməli, 5 toyuğa 40 manat pul ödəyib. Toyuqlara ödənilən pula, yəni 40 manata, birinin qiyməti 4 manat olan neçə cücə alma olar? Uşaqlar, cücənin biri 4 manatdır. 40 manata neçə cücə alma olar? Necə taparıq? 40-ı 4-ə bölərik. 40 böl 4 bərabərdir 10 cücə. Anar 30 qəpiyə karandaş, 25 qəpiyə karandaş yonan və 35 qəpiyə dəftər aldı. O satıcıya 1 manat verdi. Satıcı nə qədər pul qaytarmalıdır? Uşaqlar, deməli karandaşın qiyməti 30 qəpik, karandaş yonan 25 qəpik, dəftər də 35 qəpikdir. Gəlin hesablayaq görə ümumi məbləğ nə qədər olmalıdır? 30 qəpik, üstəgəl 25 qəpik, üstəgəl 35 qəpik. Bərabərdir. 25 ilə 35-i toplasaq eləyər 60, 30 ilə də 60, 90 qəpik. Biz bilirik ki, 1 manat 100 qəpikdir. Deməli, anar satıcıya 90 qəpik ödəməlidir, amma o 1 manat verib. Satıcı anara nə qədər pul qaytarmalıdır? 90 qəpiyin 100 qəpik olması üçün neçə qəpik çatmır? Bəli, 10 qəpik. Deməli, cavab satıcı ona 10 qəpik pul qaytarmalıdır. Kəndli bir hinduşkanı 19 manata, o birini isə 17 manata aldı. O bir müddət sonra bunları 85 manata satdı. Kəndli nə qədər pul qazandı? Uşaqlar, gəlin baxaq. Deməli, kəndli 2 dənə hinduşka alıb, birini alıb 19 manata, birini də 17 manata. Gəlin əvvəlcə tapaq görək o nə qədər pul xərclədi? 19 manat, üstəgəl 17 manat.
bərabərdir 36 manat. 36 manat xərclədi. O bir müddət sonra bunları 85 manata satdı. Kəndli nə qədər pul qazandı? O 36 manat xərcləmişdi 2 hinduşkaya. İndi ikisini birlikdə 85 manata satıb. Qazancı necə taparıq? 85 manatdan xərclədiyini 36 manata çıxarıq. Gəlin alt-alta çıxaq. 85 çıx 36. 5 təklikdən 6 təklik çıxmaq olmaz. 8 onluqdan 1 onluq təkliyə verərik. 15-dən çıxarıq altını 9 təklik. Təkliyin altına yazarıq. Burada qalıb 7 onluq. 7 onluqdan da 3 onluq çıxsaq 4 onluq. Deməli, kəndli cəmi 49 manat pul qazandı. Samir ən böyük iki rəqəmli cüt ədədi 27-dən sonraki ilk tək ədəd qədər azaltdıqdan sonra alınan ədədi 8-in 2 qatı qədər artırdı. O hansı ədədi aldı? Uşaqlar, ən böyük iki rəqəmli cüt ədəd hansıdır? 98. 27-dən sonraki ilk tək ədəd, yəni 29. 98-i 29 vahid azaltdı. Yəni 98 çıx 29 bərabərdir 69. Alınan ədədi 8-in 2 qatı qədər artırdı. Biz bilirik ki 8-in 2 qatı 2 dəfə 8 deməkdir. Yəni 16. Alınan ədədi, yəni 69-u 16 vahid artırdı. 69 üstə gəl 16 bərabərdir 85. Uşaqlar, bəs mötərizəli ifadə ilə bunu necə yazardıq? Deməli, o ən böyük iki rəqəmli cüt ədədi 27-dən sonraki ilk tək ədəd qədər azaltdıqdan sonra, yəni 98-dən 29-u çıxdıqdan sonra alınan ədədi 8-in 2 qatı qədər artırdı. Üstə gəl 16. Bərabərdir. Mötərizənin içərisində əvvəlcə həll eləyərik. 98 çıx 29 eləyər 69. 69 ilə də 16-nı toplasaq 85. Deməli o 85 ədədini aldı. Leyla teatr binasına 3-ə 5 dəqiqə qalmış daxil oldu. Tamaşa saat 4-ün yarısı başlayacaqdı. Leyla tamaşanın başlanma vaxtına nə qədər tez gəldi? Uşaqlar, deməli Leyla teatr binasına daxil olub 3-ə 5 dəqiqə qalmış. Tamaşa isə 4-ün yarısı başlayır. Gəlin baxaq görək 3-ə 5 dəqiqə qalmışdan 4-ün yarısına qədərki vaxt nə qədərdir? Deməli 3-ə 5 dəqiqə qalır. 5 dəqiqədən sonra saat olacaq 3 tamam. 3 tamamdan 4-ün yarısına qədərki vaxt isə 30 dəqiqədir. Yəni 5 dəqiqə üstə gəl 30 dəqiqə. Bərabərdir 35 dəqiqə. Deməli Leyla tamaşanın başlanma vaxtından 35 dəqiqə tez gəldi. Tamaşanın müddəti 2 saatdır. Tamaşa saat neçədə bitəcək? Uşaqlar, tamaşa başlayır 4-ün yarısı. 2 saatdırsa tamaşa müddəti. Deməli 5-in yarısı olacaq 1 saat. 6-nın yarısı isə 2 saat keçmiş olacaq. Yəni cavab 6-nın yarısı. Diaqramdakı məlumatlara uyğun cədvəl və piktoqram qurun. Uşaqlar, gəlin əvvəlcə diaqrama baxaq. Deməli, diaqramda dərnəklərə yazılan uşaqlar haqqında məlumat verilib. Hansı dərnəklər var? Oxatma, şahmat və rəqs dərnəklərdir. Bir xana, uşaqlar, 5 nəfər deməkdir. Oxatma dərnəyində 4 xana rənglənib. Deməli, oxatma dərnəyinə yazılan uşaqların sayı 20-dir. Şahmat dərnəyinə yazılan uşaqların sayı 25-dir. Rəqs dərnəyinə yazılan uşaqların sayı isə 5-dir. Gəlin indi bu məlumatlar əsasında cədvəl quraq. Cədvəldə cizgilərlə uşaqların sayını göstərək. Oxatma dərnəyinə yazılanlar uşaqlar 20 nəfərdirsə, deməli 20 cizgi olmalıdır. 5, 10, 15, 20. Şahmat dərnəyinə yazılan uşaqlar 25-dir. Deməli 25 cizgi olmalıdır. 5, 10, 15, 20, 25 və yaxud da 5 dəfə 5, 25 belə də tapa bilərik. Rəqs dərnəyində isə 5 nəfərdir. 5 cizgi çəkilir. İndi isə gəlin bu diaqrama uyğun piktoqram quraq. Tutaq ki, bu işarə 5 nəfəri göstərir. Oxatma dərnəyinə yazılan uşaqların sayı 20 nəfərdir. Deməli, biz 4 dənə bu işarədən çəkməliyik. Şahmatda 25 nəfərdir. 25-i 5-ə bölsək 5. Deməli, 5 işarə çəkməliyik. Rəqsdə isə 5 nəfər var. Bu işarə də elə 5 nəfəri göstərdiyinə görə biz
bir dənə işarə çəkəcəyik. Əziz şagirdlər, budur gəlib dərs ilinin sonuna çatdıq. Əminəm ki, video dərslər vasitəsilə siz riyaziyyatı sevərək öyrəndiniz. Bilin ki, hər biriniz içində böyük bir potensial var. Düzgün çalışsanız, heç bir məsələ sizə çətin gəlməyəcək. Təkcə riyaziyyatda yox, həyatın bütün sahələrində düşünən, sorğulayan, cavab axtaran insanlar olun. Mən sizə bu dərs ilində göstərdiyiniz diqqətə və zəhmətə görə dərin təşəkkürümü bildirirəm. Növbəti ildə görüşmək ümidi ilə yeni mövzular, yeni tapşırıqlar və yeni uğurlarla.